Şeyx Bəhai oturub məsciddə. Şeyx Bəhai bilirsiniz də çox böyük alim olub. Nisbətən gənc yaşlarında məsciddə oturub, cəmaat gəlir Həmd surəsini deyir, bu da onu yoxlayır, deyir ki, sənin Həmd surən yaxşıdır, ona deyir pisdir. Bir qadın gəlir, qoca arvad, yaşlı arvaddır. Gəlir Həmd surə deyir, Şeyx Bəhai deyir ki, bu nə Həmd surədir, çox səhv deyir də, sənin namazların hamısı batildir bu Həmd surəylə. Arvad qəzəblənir, deyir ki, sən öz namazın batildir. Deyir, niyə mənim namazımla Həmd surə, sən səhv dedin, ona görə dedim. Deyir, bu ki, Bismillah deyirsən, neçə ildir, deyir, çayın qırağındadır. Bir dənə Bismillah deyir, bu su səmtini dəyişsin, ya diyansın, deyə bilirsən. Deyir, yox, gücüm yoxdur, Bismillahirrahmanirrahim, su eşitmir bunu. O qadın deyir, olmuş şeydir bu, qadın deyir, Bismillah suya, su diyanır. Deyir, indi kimin namazı batildir, kimin düz? Yazırlar ki, Şeyx Bəhai gedir, onun yanında təzkiyə olunur. Yəni, onun yanında o qadından dərs alır. Mənası bu da elə fiqhi baxımdan namaz düz olmasın. Yox, bəzi adam var, şəraiti yoxdur onu. Nə qədər bacarır odur. İndi gəlib istəyir düzəltsin. O başqa.